Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Dəyərli Xəzər Futbol Liqasının izləyiciləri 14-cü sezonda oyunlar davam edir və daha bir maraqlı qarşılaşmada bir yerdəyiz. Zəfər Ramana və Fiora kollektivləri üz-üzədir meydana sol tərəfdə. Zəfər Ramana sağ tərəfdə isə Fiora çıxış edir. Hər komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümidvirəm maraqlı və məhsuldar bir görüşün şahidi olacaq. Fəqan Kərimovun işarəsi ilə də qarşılaşma start götürdü. 2 dəqiqələr bir qədər komandalar risksiz oynamağa çalışacaqlar. Təmkinli mübarizə aparacaqlar. Bir qol oyunun seyrini dəyişə bilər. Təbii ki, məhsuldar və maraqlı oynam müjdə olacaq. Musa Bağırov son müdaxilə olmaq. Burada Nicatın da bir əmləsi var idi. Topu meydanda saxlamaq istədi, alınmadı. Out. Gülməməd Heydərov. Heydər Gərayov. Gərcaqda Pərviz özünü təklif edirdi. Azər Gərayov debüt edir Zəfər Ramananın heyətində. Gülməməd kapitan. Rəqibləri onu təqib edirdi Pərviz Babayev. Heydər Gərayov. 500 nəfəri ekranımızı bəyənək. Dostlar, qardaşlar, zəhmət olmasa bəyənək, paylaşaq. Suallarınız olduqca da çəkinmədən yazın. Mən də hər birini cavablandırmağa hazıram. Yeni Suraxanı stadionunda 14-cü sezonun 2-ci tur çərçivəsində məhz bu komandalar üz-üzədir. Fiora və Zəfər Ramana kollektivlərinə bəhs edirəm. Gülməməd Heydərov. Burada Musa rəqibinin üzərinə şığıyır. Nicat. İlqar Aruslanov. Daha yaxındır Musa. Bəli, bundan sonra da 12-ci sezon playoff görüşü Məkkən və Scarface komandalar üzü olacaqlar. Burada sistemsiz olsa rəqibin ayağına basmışdı. Referində görüşü saxladı. İkinci çox sağ ol. Bəyənək qardaşlar, yayım aşağı düşür. Bəyənək, yayımızı stabil saxlayaq. Daha çox kütləyə qarşısına çıxaraq, daha çox şəxs qarşısına çıxaraq. Zəhmət olmasa, bəyənənlər aşağıda darınızı görürəm. Sizlərə ayrıca minnətdaram. Nizatın ötürməsi. Düşüncə yaxşı mı? Ötürmə komanda yoldaşının bir qədər gerisində qaldı. Azər Gərayov. Çox texnikalı oyuncudur. Bir qədər də mərkəzə yaradıcı qurucu mövqeyində çıxış edir. Güləsi gedən, sözü gedən oyuncu Pərviz. Heydər Gərayov. Ötən oyunun komandası adına ən məhsuldar oyuncusu olmuşdu. Çox qüvvətli zərbələrə malikdir Heydər Gərayov. Bu görüşdə o zərbələrdən birini izləyə biləcəyimi. Digər tərəfdə isə Novruz Şəmiyev komandasının qol silahı olaraq mübarizə aparacaq. Vingerlər Nicat və Nihat ikilisidir. Nihat Sultanzadə və Nicat Əliyev. Pərviz Babayev, Cina doğru, Azər Gərayov. Qap qarşısına ötürmə, Gülməməd. Məndəki ilk təhlükəli həmlə. Bəyənənlər var olun. Hər birimizə arayaqda minnətdarlığımı bildirirəm. Aşağıda darınızı görəm. Mən də çalışdığım qədərlə eləməz. Bəyənənlərin suallarını cavablandırma hazıram. Nicat. Nihat Sultanzadə. Nihat. Bir alda cəmlə. Qarşısında Pərviz var. Önü bağlıdır. Geriyə qayıtma məcburiyyətinə qaldı Aruslanov. Bu sayı çatmadı. Gülməməd qazandı. Heydərov ötürməsini verdi. Azər Gərayov. Hər kəs intizarda saxladı. Qol gəldi deyə hər kəs zəmiyyətdə amma. Orada son bir toxunuş vardı. Zəfər Cəfərov toxunuş etmişdi. Korner. Ötürmə ilə başladılar. Qardaşların kombinasiyası nəticəsiz qaldı. Əksizon şansı Nihat Sultanzadə. Rəqibindən söküb almışdı topu. Zərbəsi top çöldən yan torlar sirkələdi. Çərçivəyə düşmə mümkün olmur. Azər Gərayov. Ramananın yeni əmləsi qurulacaq. Elçin Mustafayev ilə bir-birlərini başa düşmədilər. Ötürmə bir qədər komanda yoldaşının gerisində qalmışdı. Musa Bağırov. İlqar Aruslanov, Nihat Sultanzadə, çevirə bilmədi Pərviz. Heydərin önündə qaldı Azər Gərayov. Azər aldı cəmlə, feyk atdı Azər. Zəfər üçün çox da çətin olmadı.
Topu mənimsəmək. Mustafayev, Gülməmməd Heydərov. Dirəkdən top Heydər. Gərayov. Açını yatırdı. Heydər. Çox oynadı. Ki, ən real gol imkanlarından birini izlədik. Təşəbbüs ələ keçirmək istəyir. Məhz Ramana təmsilçisi, amma təbii ki, burada Fiora kollektivində qeyd etmək lazımdır. Elman Əskərov başçılıq altında bütün dəqiqələrinə yaxşı müdafiə olunur Fiora tərəfi. Yeni Suraxanı stadionu. Ekran bəyənməmizi 2000'dir. Bunu 10.000 edək qardaşlarım. Sonra deyanaq. Zəhmət olmasa. Var onun bəyənənlər. Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqası 14-cü sezon 2-ci tur çərçivəsində bu görüşdə Fiora və Zəfər Əmanı komandaları üz-üzədir. Nihat Sultanzadə qarşısında Pərviz var ötürməm. Özünün müdaxiləsi. Zənincə out olmalıdır, bəli. Eqan Kərimov da ədalət təmsilçisi mənləm fikirdir. Nihatın ötürməsi Gülməmməd müdaxilə etmişliyində 210 şans ola bilər Azər Gərayov. Yadal Cəmlə orada bəlkə də ötürmə versəydi fərqli ssenari izləyə bilərdik. Müsəf Bağırov. Klasikar rolunu oynadı Pərviz. Out. İlçə Mustafayev. Davan ötürməsi Pərviz İlqara Ruslanov. Son toxunuş ondan. Korner. Yeni Suraxanı stadionu. Heydər Gərayev Raman adına yeni həmlə qurulacaq. Elçin Mustafayev. Gülməmməd Heydərov. Zərbə qapı tiri. Azər Gərayov idi zərbəni indirən. Nihat Sultanzadə cinə boyunca irələdi. Heydər var qarşısında və korner. Köşdən zərbəni izləyək. Zərbə medasasının dəvərinə də bir neçə oyuncu daxil oldu Fiora adına. Qapı qarşısında paralel ötürmə. Heç heç toxuna bilmir. Out. Bəyənmirsiniz ekranımızı, belə olmaz. Musa Bağırov. Azər top ələ keçirdi. Gərayov. Gülməmməd Heydərov. İtirmədi. Bir anlıq büdrədi, amma özündə saxlama bacarı Pərviz Babayev. İlçin Mustafayev. İdarın müdaxiləsi var idi. Cəhd davam edir Azər. Heydər. Skamada ulaşına dəydi. Out. Fiora'nın. Təşəkkürlər bəyənənlər, var olun. Xəzər Futbol Liqası 14-cü müsüm sezonu tam vəsiyyət olundu. Karyerasında peşəkarlığa aid heç bir şey icazə verilmir. Onu bir qədər nəzərə alınır. Korner düzgün yerinə yetirmədi. Məhz bu epizodun timsalında bir xatırlatma edəcəm. Hansı ki, yan xətdən top oyuna daxil edilən zaman xətdən ön istiqamətdə top hərəkətləndirmək olar. Amma köşdən zərbə zamanı korner əsasında top tam olaraq korner xəttinə toxunmalıdır. Gülməmməd Heydərov, kapitan. Şəmiyev rəqibini təqib edirdi. İcadda təzyiqə qatıldı. Gülməmməd, Pərviz Babayev. Cinahda Heydər Gərayov. Heydər mərkəzə çəkildi. Son anda ötürmə verməkdən daşındı. Gözündən oxumaq mümkün idi bunu. İlçin Mustafayev. Heydər, Gülməmməd ram edə bilmədi. Rus Şəmiyev onun zərbəsi çox pis alınır. Yeni Suraxanı stadionunda artıq 10 dəqiqəni geridə qoymuşuq və qolsuz bərabərlik var. Hələ ki, görüşdə tilsim qırılmayıb, qapının kilidi açılmayıb. Boş ya, Musa'da 2 nəfərdir.
bir qədər də potensial əvəz etmələrdən bəhs edə bilər. Hansı ki, Zəfər Raman adına texniki zona yalnız bir oyuncunu görürəm. Bu İlxan Məmmədovdur. Fiora nəsə bir neçə oyuncunu qeyd edəcəm. Daha geniş imkanlara malikdir Fiora tərəfi. İkinci kapitan Elman Əsgərov qeyd edim. Onun yanında bir neçə oyuncu var. Rafael Müsəlov komandanın digər qol-kiperi. Daha sonra Elman Əsgərov, Elmar Sultanzadə var, meydan daxil ola biləcək potensial oyunculardır və daha bir oyuncu da var, o da komandanın ən gənc üzvü Məhəmməd Babazadədir, onu da qeyd etmədən oyuna keçid etməyib. Bir qədər görüşə temp qata bilər eləməz Məhəmməd Babazadə. Musa Bağırovla Fioranın yenəmləsi. Gülməmməd Heydərov. Azər Gülməmmədə çatmadı. Sultanzadə. Əksəmli ola bilər. Bir ara törməsi Pərviz Babayev. İçin Mustafayev. Gülməmməd. Heydər Gərayov. Azər. Zəfər. Avruz Şəmiyev. Orada idədən sıyrılmağı bacarır. Meyni sözü Pərvizlə mübarizədə qeyd edə bilmərəm. İlqar Aruslanov. Mustafayev rəqibini qabaqladı. Ramananın əmləsini izləyək. Azər Gərayov İlqar Aruslanovdan yayınır. Ayaq saxladı. Feyk atı Gülməmməd. Qapçının üzərinə zərbə indirdi. Yaxşı reaksiya verdi Zəfər Cəfərov. İkramımızı bəyənirlər. Var olun, minnətdaram. Bəyənək paylaşaq. Dostlar, qardaşlar, zəhmət olmasa bəyənək. 200 nəfərik. Onda bəyənmə yoxdur. Bir qədər təkan. 10 min edək də bu bəyənmənim. Ən az bəyənmələ ki, bu qarşılaşmadadır. Var olun, bəyənənlər. Aşağıda darıcı görəm. Digərlərdə qatılsın əmləyə. Siz bəyənin ki, mən də sizin suallarınızı cavablandırım. Hərçənd ki, qarşılaşma daha çox kütləyə qarşılansın, daha çox şəxs izləsin. Avruz Şəmiyev, taban ötürməsi Nihat Sultanzadə. Bir ara ötürməsi Nihat və gol! Görüşləti Sem qırılır. İcad və Nihat ikilisi bu kombinasiya gol gətirdi. Nicat Əliyevin məhsullar ötürməsində Nihat Sultanzadə qapının kilidini açır. 1-0. Bu bizi daha maraqlı mübarizəyə şövq edir. Daha maraqlı mübarizəyə daşıyır. Fiora 1, Zəfər Ramana 0. Göründü, Ramana təmsilçisinin buna cavab olacaqmı? Orada qoldan sonra bir əvəzetmə də baş tutdu. Gülməmməd Heydərov meydanı tərk edib. Kapitan əvəzinə meydana İlxan Məmmədov daxil olub. Görə bu əvəzetmənin komandaya faydası olacaqmı? 3100 oldu. 10.000 idi sonra deyənək, zəhmət olmasa. Söv, Nurlan, sən də artıq rahatlaya bilərsən. Bəli, mənə onunla bağlı şəxsən yazı, zəhmət olmasa, yayından sonra cavablandıracağım. Heydər Gərayov. Azər adam edə bilmir. Musa Bağırov. Atı yerinə yetirəcək. Bir qədər nəzər yetirir, göz gəzdirdi. Orada Şəmiyevi tapdı. Yaxşı da yapmışdı eləməz. Vurulsa, amma Şəmiyev bu epizodu topa ram edə bilmədi. Pərviz Babayev. Heydər Gərayov. Babayev. Yanında Heydər var. Tırma kimə idi? İlqar Aruslanov. Qarşılıqla bilgisizlədiyi Pərviz. Zəfər Cəfərov uzandı. Yeni Suraxanı stadionudur. Mübarizə aparan komandalar bir tərəfdə Zəfər Ramana, digər tərəfdə isə Fiora.
Zatın ötürməsi Novruz Şəmiyev düşmüşdü, ötürmə ünvana çatmır. Azər Gərayov. Şəmiyev. Zatın ünlü istiqamətini ötürməkdə alınmadı. Rəşad. İlxan bir qədər ayaq saxladı Pərviz. Heydər. Heydərin bir qədər sərt iradını gördük. Əsəblərini cilovlaya bilmədi. Qoşuluqda orada heç kəsi tapa bilməmişdi məhz bu irad. Bu sistem bununla bağlı idi. Heydər Nihat təzyiq edirdi. Nihat Sultanzadə meydandakı yeganə qolun müəllifidir. Azər qazandı. Azər rəqiblərini yola saldı. Bir qədər ayaq saxladı, Heydərlə oynadı. Heydər! Beni ekranımızı zəhmət olmasa. Musa Bağırov. Novruz Şəmiyev. Musa Bağırov. Sesim çıxdı bax. Musa bir ara ötürməsi yaxşı verdi ötürməni. Yeni Suraxanı stadionda Fiore'nin minimal hesablı üstünlüğü var Raman önündə. Ramananın əks həmləsi Ziya Azər. Diaqala doğru ötürmə qardaşını tapdı. Heydər. İlqar Arslanov özünü çatdırır. Pərviz Babayev. Pərviz. Bu arada əvəziyyətmə başlı bir qədər əvvəl potensial əvəziyyətmədən bəhs etmişdik. Nihat Sultanzadə yeganə qolun müəllifi əvəzləndi. Onun əvəzinə Məhməd Babazadə komandanın ən gənc üzvlərindən biri məhz meydana daxil oldu. Görə bu əvəziyyətmə nə cür təsir edəcək. Şəmiyev görmədi orada yollaşını. İlxan topu qapının üzərinə vurdu. Çəsir edişimi mümkün olmur. Zəfər Cəfərov. Fasiləyə qədər hesabda bir dəyişiklik olacaqmı? Şəmiyev. Mustafayevin orada kritik müdaxiləsi Məhməd İzzat Əliyev, Novruz Şəmiyev. Pərviz Babayev. Heydər. Saxına bilmədi. Zəfər topu cəld hərəkətləndirdi. İzzatı gördü orada. Yüksəli qazanan top Pərviz Babayev. Amma mane olur. Zərbədə də bir toxunuş var idi. Korner. Şəmiyev. Pərviz Babayev. Əksəmli olacaq. Elçin Mustafayev. Mustafayev bir halda cəmlə. İmansız bir ötürmə. Orada da bir əvəziyyətmə başlayacaq. Məhz Fiore adına Elvan Əsgərovdur bu meydana daxil olan oyuncu. Əvəzli oyuncu Nicat oldu. Yeni Suraxanı stadionunda 14-cü sezon 2-ci tur çərçivəsində bu görüşdə Zəfər Ramana və Fiore komandaları üzrədir. Fiore'nin minimal hesablı üstünlüyü var. Ramana önündə Nihat Sultanzadə meydandakı yeganə qolu müəllifidir. Zərbə. Şəmiyev. İlxan. Yəqin ki, izləyənlər mənə qatılar ki, ötən dəqiqələr ərzində daha çox həmlələr quran tərəf, daha çox cəhdlər edən tərəf məhz Ramana tərəfidir.
Amma elə ki onlar adına nəticə hasil olmayıb, daha dəqiq olan tərəf, daha uğurlu cəhdlər edən tərəf məhz tam əksi Fiore komandası da bu hesabda özünü göstərir. Biz Babayev yerdən bir müdaxilə var idi və hakim bir qədər üstünlüyə buraxdı. Üstünlük üçün cərimə zərbəsinin qayda pozuntusunun yerindən yenə yetirməsi istəyir. Pərviz Babayevə qarşı epizodda qayda pozulmuşdu. Məhəmməd Babazadiyev bir şifa xəbərdarlıq. 2 nəfərdən ibarət canlı sədd qurulub. Heydər topun arxasında. Canlı səddə aşmadı top. Out yerinə yetirilməlidir. Heydər. Corner. Qapanıb Fiore tərəfi. Heydər. Azər Gərayev. Mustafayev. Məhəmməd. İlham. Məkan bundan sonra Scarface ilə üzləşəcək. 12-ci sezonun playoff görüşündə. Qapçı qarşı qayda pozulmuşdu. Məsələ referdə qeyd etdi. Mən də bir daha xatırladım. Cərimə meydançası daxilində qapçı toxunulmazdı. Bu epizodda Zəfərə qarşı qayda pozulmuşdu. Məhəmməd. Yavaş-yavaş 2 hissənin sonlarına yaxınlaşırıq. Görək fasilədən öncə hesabda bir dəyişiklik olacaqmı? Fiore'nin minimal hesablı üstünlüyü var. Zəfər Ramanı önündə. Yeni Suraxanı stadionunda yalnız hələ ki bir qolun şahid olmuşuq. İlqar sona qədər mübarizə apardı. Referi davam dedi. Heydər Gərayev. Azər özünü göstərdi. Heydər. Son müdaxilə Nihatdan out. İlk hissədə son 2 dəqiqə. Ən azından hələ ki bərabərlik qolunu axtarırlar. Azər! Rəqiblərin öhdəsindən imkan tapdı, zərbə indirdi, amma Zəfər ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlama bacarıb. Hələ ki rəqiblərini məyus edir. Sıslaxa bilmir İlqar Aruslanov. Son müdaxilə. Onlar müdafiədə ötən dəqiqələr ərzində səliqəli və səhvsiz çıxışı ilə fərqlənir. Bəhsi gedən, sözü gedən İlqar Aruslanov. Rəşad. Uzun müddət sonra Rəşadı biz kadrlarda gördük. Bir qədər onun üçün rahat keçən mübarizədir. Üstünlüyünü qorumaq istəyən Fiore tərəfi. İlk hissənin böyük bir qismi demək olar ki, tamamı meydanın Fiore'yə aid olan hissəsində keçib. Və bu epizod referi ilk hissəni bu epizodla da bitirdi. Fasiləyə Fiore tərəfi minimal hesabla öndə yollanır. Zəfər Ramanı önündə. Heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.